Hər birinizə salam dostlar, necəsiz? Yenə bir uzun müddət video gəlmədi. Dedim bu günləri video çəkim. Çünki vaxtım olmur, evdə olmuram, elə iş güc. Elə başqa yerlərdə gedirəm, vaxtım olmur. Bunların altdan da elə indi dəyişdim. Tarları var idi. Görmüşdünüz canlılarda hər halda tarları var. Ay, istilin bu arada almışam. Danışacağım başıma gələnləri də. Bayquş çox çəkinir, bilməm. Bir gözünün üstündə nəsə var, başa düşmürəm ki, nədir o. Təmizləyə də bilməm, qorxuram gözünü deşərəm. Təmizlənmir də zaten. Sularını indi gətirdim, sular bitmiş. Bunlara kalsiyum verirəm. Hara belə qara qız. Kalsiyum verirəm sularında. Kalsiyumdakı 1 qram verilməlidir. Yəni hər gün 1 litr içməlidirlər, ondan artıq olmaz. Ondan sonraki yəni 1 litr içdilər, ondan sonra hadi su. Dərman vermək olmaz həmin gündə. Bu da ki, sağalmadı getdiyim, onu da əlimə tökdü. Nəysə. Gözlərində şey var, sulanma var. Bunun da göz damcısı da vururam, gözünü təmizləyirəm pambıqla, sonra belə pambıqlı neydi o? Qulaq çöpü var, onunla təmizləyirəm, düzəlmir heyvan. Göz damcısı var, göz damcısı da vururam burun dəliyinə, 2 burun dəliyinə, 2 gözünə. Amma düzəlmir. Belə havalandırma da var oradan belə. Yəni biraz da olsa havalandırma var. Aralıqsız yağan yağışlardan sonra hinin içine biraz su geldi. Buralara gelmeyip şükür. Buralar birden divar nemli. Fikir verirsiniz bilərsiniz. Divar nemli biraz. Çünkü şimaldan yağıb deyil, divarı bütün yaş eləyib. Ot vermeye başlamışam. İndi bunu idareten koymuştum. 3 gün olar falan. Bunu istəyirəm yox. İndi evdə var biri, onu getireceğim. Ki o daha o şeydi də Paginostu nədir? Bildizlər halda qab daşımaq üçün olan. O belə uzun oval bir şeydi, onu koyacağım. O daha genişdi. Biri var balacadır, biri var irisini getirib koyacağım buna. Lazım deyil evdə, mən də gətirim də. İşime yarayırsa, lazımdırsa mənə gətirim. Boyları biraz kiçik qalıb, amma belə o da pis deyil. Boylarına demirəm, amma pis deyil. Yəni cücələr özləri yaxşıdır, o da pis deyil. Boyları təbii ki çox pisdir. Tək tük cücələr belə normaldır. Biri budur məsələn, biri odur, biri yox balaca qalıb. Biri budur, biri budur. Sonra biri bu ağdır, o sarıdır, bu çillidir biraz. Biraz o sarıdır. O sarıdır bir. Yəni var belə tək tük yəni var daxil. O çillidir, bir də ki o kürcü yatam. Onlar şeydir, onlar qariblar. Qariblar neydi? Qocalıblar. Qartiblar onlar şey. Onlar balı doğan vaxtlardır, nəysə. Onlar avqustda çıxan heyvanlardır. Avqustun 20'si mi nəsə bir şey çıxıb, axıda yadım deyil. Bir 7 aylıq olurlar. Mesela bir şeyler. O bilmem de yaşar yaşamaz çünkü gözleri böyle görür, sonra içine ağ maye yıxılır, ağ mayedir. Onu təmizləməmişəm. İçəri. Onu təmizləyirəm, yenə yığılır. Gözləri görməməyə başlayır. Yemdən sudan uzaq qaldıqca heyvan zəifləyir bədəni. Yem yeməyəndə zəifləyir heyvan. Mənim heyvanlar mesela kəlləməlli işgilləri. Bu yaşlı baş ördəyimiz, erkeğimiz deyək, o da indi gelib tükə. Hinduşkalar yumurtalayırmız deyə bilmirəm. İnşallah onu da deyəcəm. Onları deyə bilən dedim zaten. Qaranlıqdır, qaranlıq. Bu yuvaları görmüşdünüz hər halda. Bu yuvaları görmüşdünüz mü bilmirəm. Burada hinduşka yumurtaları var. Bunlar şeydir. Əmminin hinduşkasınındır. O, nənəmin hinduşkası. Nənəmin hinduşkası deyəsən 6 tane yumurtaladı. Bu da 9 tane yumurta əmmisi. Gəlib oturuyor. Zarafat. Əmmimin hinduşkası biraz ləngidir. Biraz gecikdi. Ayrı yığıram çünki
Əmin hündüşkası xoruza getmir, cütləşmir. Özüm cütləşdirəm, həm də ki ayrı-ayrı qalsın. Bu nənəmin hündüşkası, bu da əmimin hündüşkası. İkisi də iki erkəkdir mənimdir. Ay burada nəmdir, bir qəribə gönüllüyəm, sıxılıram belə görəndə. İşıqdakı nəsə zəifdir elə bir. Lal ördəklərimiz bu bir də bu qara yerli. Nəsə yuva gəzir, amma ki bu heç cütləşmir, qanadlarını tam çıxartıb bütməyib, amma ki o görürəm ki yuvaları gəzir. İnşallah. Yaxın günlərdə inşallah. 15 gün, 10 günə yəqin yumurtayarlar. Yumurtayar inşallah. Ay bunlar da yem çatmır, eşşəklər. Az yiyin də sizin. Nəysə. Ətlərinə baxın, sarkıyıb, baxın ayaq dibindən. Ay balam, biraz yavaş-yavaş yiyin də. Nəsiz belə quyruqlar çıxmaq başlayıb, bir fikir verirsiniz quyruqlarına. Baxın, quyruqlarına fikir verin. Ay bunlar fikirləşin ki, suya girməyiblər. Bunlar da bu yaxın zamanlarda yəni sudan görüşməsələr, bunlar görüşməsələr, suya ayaq basmasalar, çinməsələr, böyüyəndə də ki su nədir bilən deyirlər. Oradakı mənim hündüşkamı çıxartan dişi ördəyim kimi. O suya girmir heç heyvan. Özüm çimizdirirəm. Üstünə yağış yağsa bəlkə yuyulur. Nə biraz başın suya soxa üstünü təmizdir, yoxsa yox. Çinmir heyvan. Özüm məcbur çimizdirirəm. Çinmir çünki. Qabaxdılar, bala necə başarırsınız bunu? O balacadır, bilmirəm nədirsə bu, niyə belə balacadır, bilmirəm. İndik qalan erkəyimizə mən oxşuyub fikirləşirəm, çünki baxın bu balacadır boyu biraz. Baxın erkəyin boyuna baxın biraz balacadır dişlərdən. Çünki niyə? Fikirləşirəm ki onun genində çöl ördəyinin geni var, fikirləşirəm. Hinduşkamız çıxartıb qutardı, Allah bəla verməsin ona. Day heyvan nə çıxartdı, çıxartdığını da öldürdü, zəlil, zibil. Neyse qarıqmayım. Hə. Burada danışım, sonra gedim evdə hündüşkalar çıxartan balları göstərim. Orada çox danışmayayım yəni. Bax, başıma gələn oyunu danışım sizə, bayaqlar dedim, yadımdan çıxmasın. Hinduşka çıxartmağa başladı. O günü canlıda göstərmişdim sizə. Çıxartmağa başlayıb heyvan. Altında 17 dənə yumurta qalıb. Heyvan çıxartıb 3-4 dənəsi apardım evə. Birini əzib öldürdü. Sonra yenə birini əzib öldürdü. Sonra inkubator düzəltmişdim, karpıdan bilirsiniz hər halda. Oranın üstündə erkək alır deyildi bu arada. Hə, sobanı çıxartacağım, baxım sabah işim olmasa çıxartacağım bəlkə. Çünki lazım deyildi. Bundan sonra mənə eşəliyirlər. Hə, nəysə. İnkubator düzəltmişdim karpıdan. Onun içine aparıb qoydum 3 dənəsini. Yarımçıq çıxıb cücələr, belə tam çıxmayıb, yarısını sındırıblar yumurtanı. Aparıb qoydum ora. Termometri də ona görə yoxdur orada, inkubatora qoymuşdum. Hə, nəmi falan, istilik əşnədir, çıxdı orada. Üçünü orada çıxartdım. Day nə zülümlə. Ay, o video uzun bir 19-20 dəqiqəlik video çəkmişəm, çıxmağının bir cücənin. O da ikinci sağ deyil, ölüb. Hinduşkamız son çıxan balasını öldürdü, zibilçə. Çıxmışdı ha, yerində öldürüb, evdə öldürüb. Əzib öldürüb, qoyun. Qıçının altına qoyub, neyini bilmirəm, əzib öldürüb. Üçü burada çıxdı, sonra ikisini burada öldürdü, birini evdə öldürdü. O birisilər də yumurtanın içində boğub, da bilməm nə qələt eləyibsə, yumurtanın içində boğulmuşdu. Elə bil ki, 12 dənə bala çatmışdı, birini də öldürdü, qaldı 11 dənə bala. Ümid edirəm ki, yenə öldürdüyü yoxdur, inşallah. Gedib baxım ki, öldürdüyü yoxdur inşallah. Mən hinduşkanın altına buna görə bala vermək istəmirdim. Amma yenə də gəlib ona düşdü. Yəni öldürdü. Bilməm o hinduşkamı elədi, ümumi hinduşkalarımı belədir. Başa düşə bilmirəm ki, niyə belə əzib, vəhşi kimidirləri. Öz balaları belə key kimidir, necə deyim, belə əzilsə də o qədər vecdanı olmur da, yəni. Əzilir, başını qırır, nə bilim, başı ayağının altında qalır, qanadı ayağının altında qalır, ayağı qalır anasının altında falan. Balalara heç nə olmur da, yəni. Bilməm, elastikdir elə bir heyvanlar. Sıçan kimi elastikdir. Amma toyuq balası biraz əzdən kimi canı çıxıb qalır elə yerində. Buranı da təmizlik gəlir. Ay Allah, mən cırıldım. Nə qədər təmizləyən şeydir adam. Ay, gedib evdə kürtün yerinə təmizləməliyəm elə. Ay, mən yoruldum.
Mən bıxdım, bu işi buraxıram, şaka. Hə, heyvanlardakı selebrislər bura gələndən hamısını dadandırıb yuxarılara. Hamısı bütün toyuqlarım oradadır. Yarısı orada demək olar, yarısından çox oradadır. Heyvan qalmayıb burada. 5-3 dənə burada qalıb, qalan hamısı sürtüb aparıb özü ilə ora. Nəsə ördək elə bir məncə oralara girir. Çünki orada yuvanı görürəm belə düzəltirlər. Fikrimcə bilmirəm, erkək də eləyə bilər. Çünki erkəkdən də gözləməli şeylər. Çünki erkək girmişdi, bir dəfə ora görmüşdüm. İndi buranı falan yapışdırıb, o yeşil yeri soxuşdurub, oranın içine ot doldurup hinduşkalar üçün bilmirəm, kürtü bilməm, məndə yatacaqlar yoxsa gedib sahillərində yatacaqlarsa, kürt oturanda bilməm də indi harda oturacaqlarsa. Ama istərdim ki, məndə otursunlar kürt, yəni məndə qalsınlar kürt olan vaxtı ki, onun çıxmanına şahid olum. Maraqlı olardı, amma ikisi təxmin eyni vaxtlara düşəcək məncə. Təxmin eyni vaxtlara düşəcək. Bir düşməz, indi əmin hinduşkası da şey oldu, normallaşıb yumurtası. Ay həmişə yuvadan başqa hər yeri yumurtlayan əmin hinduşkası. Bu günləri gəlib görüm 2 hinduşka soxuşub özü. Soxdular ikisi bura. Əmin hinduşkası mən gələndə yumurtlamışdı, çıxdı aradan. Nənəmin hinduşkası yumurtayırdı. Ay yuvalar doludur. Orada da yuva var idi məsəl üçün. Niyə girməyib? Çünki bura öyrəşib. Nənəmin hinduşkası, əmin hinduşkası da bilmirəm. Üst-üstə düşdülər yumurtası. Yenə bildim ki, yenə yəni necə deyim, yenə özüm o da ay Allah. Yenə özüm bildim deyə ayırtdım hansınsa çünki nənəmin nişkası yumurtlamamışdı. Yuvada da ki əmin nişkasının yumurtası var idi. Hə. O yuvada olandan təzə yumurtanı alıb qoydum bura. O da nənəmin nişkasının yumurtasıdır. Fikirləşdim ki, bəlkə kürt olub əmin nişkası var dedim. Yumurtamaq üçün girib. Çünki yumurtanı görmüşdüm. Belə. Bu arada kürtü göstərsəm bilmirəm, göstərəcəm. Göstərsəm əgər danışmayın ki, onun altı niyə elə gündədir. Ördəkləri bura gətirdim dünən gətirdim bura ördəkləri. Amma ki kürtün yerini təmizləyə bilmədim. Yəni o qədər vaxtımı çatdıra bilmədim. Buranın altını dəyişdim. Ora qaldı. Həmişəyi düzəltdim də. Təzə çıxan induşkaya başım qarışdı. Vaxtım çoxaldı o. Başımı qarışdırmışdı o induşka. Ördəyimizin qanadlarını bütün hamısını açdım. Yaxşı ki kəsməmişim. Öyrəşib ördək. Çox şükür. Getməz inşallah. Hər bir qanad bir qanadına 2 dənə bant bağlamışdım. Skoç bağlamışdım nəsə ondan. İkisini də açdım. Yəni birinci açdım hər qanadından birini. Sonra bir qanadında biri qalmışdı. Birini açmışdım. Yəni bir qanadında heç nə yox idi. Bir qanadında sadəcə bir yerində var idi. Bir də deyəsən bu günləri açdım. Bu günlərdə sonuncusunu açdım. Qutardı. Düşəcəklər. Yox. Altlarını dəyişmək lazımdır. Lal ördəklər burada yaxşı oldu elə bir. Siz nə fikirləşirsiniz? Lal ördəklər burada olmaqda yaxşı oldu mu sizcə? O da bir böyük bir şey olmayıb. Yəni suların da batırmaları. Yerlər yaşdı çünki yağış yağıb yerləri itkinə qoyub suya girmirlər. Elə bir ki bunlar ördək deyil. Ay çox yaxşı ördək, lal ördəklər çox yaxşıdır. Ay səslilər day. Nəysə danışmayım onlardan. Onlardan danışanda başıma ağrılar girir. Ay 3 dənəsi ilə bunlar itkinə qoyurlar yeri. Bunları nasıldır görürəm çünki bayra buraxıram. Su verməm bunlar heç. Yadıma düşmür. Azdılar deyə heç yadıma belə düşmür. Su vermək zaten bir dəfə versəm 2-3 gün gedir. İndi görünmür orada qab var. Yem qabını da alıb qoymuşam oraya. Yem qabını başqa bir şey işlətərəm. Bəlkə yuyub cüzələr üçün işlətərəm. Nə bilim. Ay nəysə. İstəyirəm o çolpaları da şeyləyim. Belə hava yaxşı olanda bayra çıxartım. Bugünləri çıxartmaq istədim. Günəşli idi. Çox qəşəng. Yandırırdı adamı. İsti var idi. Amma tez bitdi. Təxminən 1 saat oldu mu bilmirəm. Amma tez bitdi deyə də çıxartamadım. Amma yerlər də yaxşı idi. Çıxartsaydım da xəsərlənə bilərdilər. Ay şimdi bir də onlara dərman zırd. Burada adamın canı çıxır olanı sağaltana kimi. Gedək keçək evdəki cücələrimizə. Keçək inşallah. Neyse getdik. Və cücələrin suyu buradaydı. Bu daşın üstündə qoydum yerə içsinlər dedi. Bilməm də içmirlərsə. Ümid edirəm ki içiblər orada olanda. Lampa bir dənə balaca bir lampa qoymuşum. İstəyirəm ki bunları soyuqda öyrəşdirim. Çox isti olanda da nə bilmir yaxşı olmur. Çünki mənim nənəmin də
toyuğu çıxartıb bir 10 günlük olar. O çıxartanda elə bayırda saxlayıb heyvanı. Heç evi falan da salmayıb, nə də işıqmışıqdı. Bir de adi boşqanın yarısı kəsilmiş boşqaydı. Boşqanın içine ot sərib, anasını toyuq etdi. Qoyub ora, ballar yanına atıb, suyu da ki ala verə, yem də ki qırıq buğda. Birinci günlər bir 2-3 gün yumurta ilə mayalayıb, ondan sonra da qırıq buğda verib yemində. Amma mən yem verirəm. Amma istəyərdim ki eləyim. Nədən yadımdan çıxdı. Mən də təbii saxlamaq istərdim, amma ki bunlara enroflaksin falan verməmişəm. İstəyirəm bunları təbii saxlayayım. Baxaq da təbii necə saxlayacağımsa. Lasoda da eləyən bunlara. Bir də haş vaksini vuraram inşallah sağ qalsalar. Hə, bunlardan nə çıxdı onu deyim. Bir dənə selebrisimiz çıxdı. Bu. Sonra bu əmimdən aldığım cələrdi. Xoruzu. Nədən yadımdan çıxdı. Neydi o? Xarkovla dönmə 41 qəribə bir şeydi, ondan idi. Onun balalarda, toyuqlar da var, yəni Xarkov dönmələridir. Xarkov nəsə qarışıq toyuqlardır. Sonra Türkən toyuğumuzun yumurtalarından çıxdı. Biri o Türkən. Biri o sarı çıxdı, Türkən değildi. Bu sarı... bu sarı Türkən, bir də qara Türkən var. O, anasının altına girib. 11 dənə bala var. 2 dənə serebristiydi, biri öldü. Sonra bu var. Bu yadıma gəlmir ki, nədir bu? Üstü belə ağ-qaradır, bilməm indi serebrist dönməsidir, yoxsa serebrist deyilsə heç. Heç yadımda qalmayıbdı yəni. Onun üçün bir şey deyə bilmirəm. 2 dənə Türkən çıxdı, sonra biri qapqara neygırə oxşuyur. Bir də ki o bəzəkli Türkənimiz, qara olan yox, digəri canavarın balası deyə. Ayaqları tikli. Qəşəng bir arı rəngində eşək arısına bənzər bir tükləri də var. Yunuşqamızın quyruğunu qopartmışam çünki yadınıza gəlir hansı ballar idi. İndiki 2 ballar olmalı, səhv eləmirəmsə. O ballar, hə baxın. Bax bu neygır olandı. Baxın bu neygır olan. O Türkən qara Türkənimiz gedən anasının arxasına. Necə göstərirəm. Hə baxın Türkənə. Hə 11 dənə bala çıxıb. Nəsə deyirdim, yadımdan çıxdı mənim. Hə, indiki yekə oğlu var, bir dənə göstərdim ayaqları. Onun vaxtından, yəni quyruqları yanmışdı, bütün lampada quyruğu yanmışdı. Onun bugün idi, dünənləri çıxartdım quyruqların ki, tezə quyruqları çıxartdım. Çünki quyruqları belə balaca barmaq boyda olub almışlar, dedim çıxartmadım. Quyruqdan çıxartacaqdı təzəsin. Heyratlar da özlərini cırırlar orada. Mesela suların içinde sonra yumurta da var burada. Yumurta da vereceğim. Buranın qabağı bu sıxlıq olub. Stol falan gəlib buralara. Neyse buranı bir genişlətəcəm, yəni düzəltəcəm yenə. Keçək göstərim, kürtü göstərim. Yeri biraz sərəqəsiz ola bilər, amma neysə. Atıq ola bilər, daha doğrusu sərəqəsiz yox. Keçək onları da göstərim. Bunlar da burada. Baxın. Bu niyə belə çəkdi? Bu niyə belədir? Elbəsə necə düşür. Çox pis çəkdi buranı. Amma neysə, qız qorxma. Ben balanın içine işıq qoymuşam. Yerləri batıdı. Gələndən bu yana heç değişməmişəm. Nə yalan deyim. Heç değişməmişəm. Yo değişmişəm yadımdan çıxdı. Bir dəfə değişmişəm. Bir dəfə çox yox. Yemdəki belə broiler 2 nömrəsini verirəm. Bu şeydir, Brahmamızın dönməsi cəmiz olan. Və tam çıxılıb ayaqlarını tükü. Amma yaxşıdır, pislik olur. Biri o ağdı, getdi. Baxın bu. Gel bu tefək gəl. O da şeydir, Limonun qızının balası. Canavar atası. Limonun qızı anası. Yumuşqalarımız 3 dənədir, 3 də sağlam maşallah. Baxın, deyəcəyimiz bu patron boşladı. Onun dədəbəli lampasından almamışam, nə yalan deyim. Hiç baxmamışam da. O evdə olanlardan da işlətmişəm, nə bilim, ördəklər kimi qoymuşam. Birinin ikisi çolpalardadır, biri nə zaman adından çıxdı. Bu hinduşkalardadır, biri Türkənlər, Heyratlılardadır, biri bunlarda. İşlətirəm də yəni. Bir maşallahınızı alın dostlar, bir maşallahınızı alın. Bunların yerini bugün değişmək istedim ama çatıra bilmədim. Sabah inşallah. Bak o qaralardan bir dənə bunun pipiyi şeydi, balta pipiydi. Diğerləri şeydi, Heyrat pipiyi kimi daş pipiydi.
Ama inanmıram ki, yani Herat kimi tam daş olsun. Yani belki de olar bunun kimi. Anası kimi olar belki de. Yandı bu istidən. Heyvanlara bir rahatlıq gəlir bir şeydən sonra. Ördəklər keçəndən sonra buradan. Köçəndən sonra. O da möcüzəmiz. Onun da ayaqları çox zəifdir, tükləri. Keçək Heratlarımız. Sən burada nə gəlsin orada? Sen burada nə vaxt çıxmışsan qız? Aşağı. Xəbərim yoxdur heç. Çıxdı limonumuzun babası. Limonun nəvəsi. Gəl. Şey oxşuydu bu. Nədir? Yadımdan çıxdı yadı. Yadımdan çıxdı yadı. Fizana oxşuyur biraz. Trabzon Google'dusu olabilir, bilmirəm. Yeri çok da. Bunu bir dəfə yine aparmışam. O şeylerin çolpağın yanına dalaşdırmağı. Sadece birine girə bilmədi. Ağ rəngi var idi. O da ki, yəni qaçmadı, qabandan getmədi. Üçünə girir də birbaşa. Taktikası yoxdur elə. Yoxdur qana. Bunların üstündən tüklər çıxır. Özümkilərində çıxır. Əzin bu qonşudan gəldi. Hamısı başqa yerdən gəldi. Hə, bu ikinci gələn bu. Sonradan gəlmə. Gələnin kürəyində heç tük yoxdur. Deyir bunun anası daha güclüydü. Bilmem. Yəni deyirlər ki, yəni tükü olmayan, yəni oradan bilmək olur ki, təmiz Heratıdır. Sən təmiz deyilsən, küçük. Xoruzumuz qəşəngdir maşallah. Mən bəyənirəm yəni. Nə də olmasa mən bəyənirəm. İt olsun, bir şey olsun, axı toyuq olsun. Neyse, bunların yem qabısı belə butulkadan, su qabısı yenə butulkadan, işığı da belə. Ən balaca işıq budur. Yəni dişləmə bayquş. Fikirləşirəm ki, bunu aparım bu yaxın zamanlarda, bunu aparım. Çolpan yanına mı neyse. Ay. Belə. Ay, evi ahıra çevirmişim. Dindi onun ahırına çevrilip hinimiz neydi? Evimiz. Hinimiz dirimi. Dil de öğreşermiş. Dil çaşır düzün. Ay neyse. Gizləyirəm. Neyse dostlar, sağ olun, özünüzə yaxşı baxın. Gələn videolarda inşallah görüşmək ümidiyle görüşək dostlar. Hələlik.